Dostlar salam. Bura artıq qış gəlib. Gördüyünüz kimi artıq hər yer ağarır. Biraz gec də olsa qış artıq gəlməyə başlayır. Düzdür, İsveçin şimal tərəflərində qış çoxdan gəlib. Amma Stockholm şəhərinə qış artıq ilk qədəmlərini qoyub. Gecə mənfi dərəcəyə qədər düşmüşdü, mənfi 8 olmuşdu, səhv eləmirəmsə. Normalda qış noyabr ayının əvvəllərindən başlayır burada. Bu il nəsə biraz gecikib. Amma yenə də yaxşıdır. Hava dəhşət soyuqdur. Hal-hazırda əllərim donub. Hərçənd ki, maşından indi düşmüşəm. Hiss edirəm ki, dəhşət soyuq var. Biraz göstərim sizə ətrafı, görün. Maşınlar da donub burada. Görürsünüz, bəziləri təmizlənib, bəziləri hələ də buz altındadır. Gecə qar gözlənir. Yaxşı qar yağacaq gecə. Bundan sonra başka videoları çekip göstereceğim size. Hələlik.